meyxana fərişi olsaydı, ermənilər onu çoxdan oğurlamışdı. Mənim niyyətim axı yarım milyonluq maşın sürmək deyil. Mən Azərbaycan xalqına ən az lazım olan şey kitabı. O xalqa ən çox satan adamam. O Baləli bir dəfə demişdi, deyir mənim heç bir ali təhsilim yoxdur, amma Azərbaycanda istənilən universitetdə dekan ola bilərəm. O bir dənə cümlə yazmışdım ki, adamı yandıran odur ki, düz deyir. Mənim niyyətim meyxana demək olsa, bunların hamısından yaxşı deyərəm, meyxana. Gedim toylara, puldan gəlsin, nə bilim, kəraməti çağırın meyxana desin, nə bilim, 10 minlər belə, 5 minlər belə. Hərdən deyirlər ki, sən özün deyə bilərsən. Onu da elə yanıb tökülüm. İstəyirəm başlayam meyxana deyəm, amma artıq o məni idarə eləmiş olur da onda. O istədiyinə, mənə meyxana dedirtmiş olur o. Gəlib qabağıma 10 manat atırlar, itimi tərifləyirsən. 10 manat atırlar, buradan qonşuma söz atırsan. Və sənin kimi adam, yəni mənə nə deyə bilər və nə eləyə bilər və sən buna sənət deyirsən. Ya belə sənət olur.